Salam, değerli dostlar, xoş gördük hər birinizi. Mənə çoxsaylı video çəkilişlər göndərdilər. Cəlilabad rayonunun Ağdaş icra nümayəndəliyinin Soyuqbulaq kəndindən torpaq satılır deyə video çəkilib, göndərilib mənə. Məlum videoda baxırsınız. Orada traktor Kamaza torpaq yükləyir və s. Və iddia olunur ki, dostların bəziləri mənə yazırlar ki, 8 maşın torpaq Bakı şəhərinə gətirilib. İndi biz zaman-zaman bu Cəlilabad rayonunda torpaq satışı ilə bağlı danışmışıq, dostlarımız danışıb, tənqid eləmişik, kəskin tənqid eləmişik və Cəlilabad rayon polis idarəsinə də müraciətlər eləmişik ki, bu satışın qabağı alınsın. Bir müddət bu torpaq satışının qabağı alındı. Rayon İcra Hakimiyyətinin başçısı şəxsən bu məsələdə ciddi mövqe qoydu ortalığa. Amansızcasına tədbirlərin görüləcəyini bildirdi və bir müddət bu məsələ sözün əsl mənasında tamamilə ortalıqda görsənmədi. Yəni torpaq satışını biz müşahidə eləmədik. Amma son günlər bizə göndərilən bu videolar hansı dərəcədə həqiqətdirmi, ümumiyyətlə bu torpaq satışı varmı? Bizim dəyərli izləyicilər, Cəlilabad rayonunun sakinləri bu video, bu yayımın kommentariya hissələrindən yaza bilərlər. Həqiqətən də Cəlilabad rayonunun Ağdaş icra nümayəndəliyinin Soyuqbulaq kəndindən torpaq satılır, satılmır. Amma mənə rəsmi bir rayon icra hakimiyyəti tərəfindən məlumat gəldi ki, həmən kənddə bulağın bərpasından sonra camışların istifadəsi üçün orada bir bənd vurulub, bir göl düzəldilib, həmən torpaq da ora daşınıb. Qarşı tərəf olaraq rayon icra hakimiyyəti mənə bu barədə məlumat bildirdi, göndərdi, videolar göndərdi. Rəsmi məlumat bizim redaksiyamıza daxil oldu, dəyərli dostlar. Bütün bunlara baxmayaraq sizlərin çoxsaylı müraciətini mən nəzərə aldım və məlum bu video görüntüyə mən öz münasibətimi bildirdim. Dəyərli dostlar, yenə də sizlər öz fikirlərinizi yaza bilərsiniz. Məsələnin hansı dərəcədə və hansı səviyyədə olmasını bildirə bilərsiniz. Bir daha da əgər belə bir hal varsa, mən buradan Cəlilabad rayon hüquq mühafizə orqanlarına müraciət edirəm. Maşının dövlət qeydiyyat nömrəsi varmı? Var. Orada təhlükəsizlik kameraları var, var. Bir nəfər bir xətti atça tapdayan kimi 50 dənə yol patrol əməkdaşları hücuma keçir vətəndaşın üstünə. İndi buyursun, əgər belə bir hal varsa, doğrudan da 8 maşın Bakı şəhərinə Ağdaş icra nümayəndəliyinin Soyuqbulaq kəndindən torpaq gəlibsə, araşdırsın Cəlilabad rayon polis idarəsi, yol patrol xidməti informasiya versin bir zəhmət sizə. Xahiş edirəm, araşdırılsın və bizi də məlumatlandırılsın. Belə, dəyərli dostlar, mən sizin çoxsaylı müraciətlərinizi nəzərə alıb, bu məsələyə öz münasibətimi bildirdim. Təkrar lazım olacaqsa, yeni bir informasiya gələcəksə, biz ona da öz münasibətimizi bildirəcəyik, dəyərli dostlar. Belə, sağ olun, sağlıqla qalın.